Bax, məsəl üçün, sən çox gözəl deyirsən, məsəl üçün, insanların bu yolu da belə olmalıdır, belə olmalıdır, amma bir xüsusiyyət var ki, insanın əhval-ruhiyyəsi bir dəqiqənin içində dəyişə bilər. Yəni müxtəlif xüsusiyyətlər ola bilər, müxtəlif şeylər ola bilər. Birdən-birə işləyirdin, indi gedib oturub dincəlmək istəyirsən, nə bilim, oturub kompüterin arxasında oynamaq istəyirsən və yaxud da başqa bir oturub kinoya baxmaq istəyirsən. Yəni o dəyişir. Tam dəyişəndir. İnsan daima dəyişir. Bir formula var ona şey eləməyə. Uğurun formulu deyilən bir şey var. Elə bunun üstünə gəlirdi. Enerji artanda bizim növbəti mərhələ uğurun formuludur. Və bu uğurun formulu əslində çıxış yoldur və məhz uğurun və xoşbəxtliyin formulu deyilən bir şey var süd sayda. Yalnız bu süd sayı numerologiyadan fərqləndirir. Yəni numerologiyada var, amma numerologiya sadəcə deyir ki, sən 4sən misal üçün, missiya 4-dür və sən beləsən. Tamam, mən necə düzəldim bunu? Necə idarə eləyim? Nələri eləməliyəm? Yəni sadəcə insanın buranı idarə eləməyi mən deyirəm tək seansdan həll eləyirəm. İzah edirəm ki, nə etməlisən? Qəbul eləmədiyi tərəflərdir falan hamısını qəbul eləyir və adam mənim seansımdan sonra xoşbəxt çıxır gedir evə. Beyin sakitləşir. Amma davamlı olaraq nəfs onu geri qaytarır. Mən onlara həmişə hər kəsə tövsiyə edirəm ki, videolara davamlı baxın. Rus dilini bilirsiniz, rusca yazan süd sayı baxın. Vacib deyil məndə. Bu gün Azərbaycanda artıq masterlərimizin sayı da artıb ki, mənim enerjim qalxdıqca bu günlər Azərbaycanda 38 master var. Master süd sayı var. Yeni son şeydə mən sentyabrda getmişdim. Artıq trenerliyi ilə bağlı getmişdim. Mənlə paralel 8 master var idi, yeni. İkisi artıq professional masterdir, 5-i belə 6-sı da yeni masterdir. Sırf Azərbaycandan və gedən adamlarda hərəsi bir peşədədirlər. Biri biznesmendir, biri laqafetdir, biri sadəcə olaraq missiya 2 idi. Mən dirəşdim ki, sən gedib bunu oxu. Bu sahə tam səndir. Çünki missiya 2 mentorluqdur. Kimdənsə belə oturub danışmalıdır. Qadın indi o qədər xoşbəxtdir. İnsan öz sahəsinə düşəndə xoşbəxt olmağa başlayır. Qabında olur da. Hə, misal üçün sən 3-4sən, sən prof-orientatsan, analitik marketoloqsan sən. Analitik marketoloqsan. Yəni analiz edib bazara bir marketinq ideyası, məhsul verə bilərsən və yaxud da onun satışına tövsiyə verə bilərsən. Janatla da danışır, Janat da həmin şeyə. Eyni şey demişdi, doğru mu? Hə, eyni şey dedim mənə. Analitik marketoloq. Əslində sən onda hələ getməmişdin, mən səhv eləmirəmsə, ondan mən soruşdum. Hansı ki, suallarımı soruşmuşdum səndən əksəriyyətini, amma orada ilişib qalmışdım da ki, yəni necə dəyişir də, yəni fərqi nədir axı bunun? Bu da 4-dür, o da 4-dür, bunun fərqi nədir? O da çox qəşəng izah eləmişdi. Əslində kanalımızda var. İzləyicilər də mütləq şəkildə, mütləq. Çox maraqlıdır. Janat Kajamjarova baxın, bu elmi, yəni burada gördüyünüz bütün plakatları yaradan insandır. Yəni bu Janat Kajamjarova qədər bunlar olmayıb. Janat Kajamjarova qədər mən bilməmişəm ki, şuur altında nə var, nə yoxdur. Sən bilirdin, yox. Nə var ki, amma şuur altında var incə intellekt. Şuur altı bir ofisdə dediyim kimi var yaddaş, var nəfs, var həzlər, var ağıl, var emosiyalar. Bunlar hamısı şuur altında cəmlənir. Şuurda isə başqa şeylər var. Şuurda var şəxsiyyət, yəni sənin ruhun nə istəyir. Şuur bax fayton tərəfdir. Elə şuura keçə bilmirik də. Biz şuura keçə bilmirik. Məlumat gəlir, onu belə paketləyirik, atırıq ki, hə, bunun qaydası belədir. İnanclar formalaşır. Hər bir missiyaya şuur sayına görə inanclar oturur və inanclarla insan başlayır inanır ki, belə olmalı. Problem ordadır, yəni. Sadəcə olaraq tam da onu yığışdırmaq olmur şuur altına. Mümkün deyil, 95%-dir. Hə, yığışdırmaq olmur. Biz nəfsin çünki bədən avtomatlaşdırmaq istəyir hər şeyi. Bu şuuraltıya atanda avtomatlaşdırmaq istəyir. Nəsə bir şey görür ki, məsəl üçün yolu keçəndə, piyada keçəndə dayanıb sonra keçmək lazım. Bu qaydadır. Atdı onu şuuraltıya. Doğru, inanc İkinci dəfə formalaşır. şuuraltı sadəcə olaraq avtomatik keçir. Heç bilmirəm, mən bura necə gəldim, çıxdım. Doğru. Belə bir sual verir. Və indi düşün ki, insanlar verdiyi qərarlar da belə verirlər. Nə vaxtsa, nədəsə uğursuz olubsa, elə fikirləşir 3-cü, 4-cü dəfə yenə eyni şey olacaq. Məsəl üçün şuurla verə bilər onu? Şuurla verə bilər. Analiz eləsə, verəcək. Analiz eləyə bilmir insanların böyük bir qismi. Əslində çıxarır bir təklifdir, misal üçün. Amma eləyə bilmir. Və qorxur yenə. Nə olur? Bədəndə 6%, külək faizi artır. Qorxu icazə vermir. Mən oturub özümdə analiz elədim, bir video çəkdim bu yaxınlarda. Bizim uğurumuzun qarşısını alan nədir? Ən vacib, ən şeylərdən biri qorxudur. Qorxu o gün yanıma bir seansa bir xanım gəldi. Şuur sayı 3, missiyası 4 idi səhv eləmirəmsə, eyni sənin kimi. Xanım danışmağa qorxur. Niyə danışmağa qorxur? Çox maraqlıdır. Birdən məni tupoy görərlər. Səhv eləyərəm. Səhv eləyərəm, mənə tupoy deyərlər. Burada qınamadan qorxur.
insanların düşüncələrindən qorxur. Bir dəfə də olmuşdu, bir rus dilli xanım idi, Azərbaycanca danışmağa qorxurdu. Anası ilə bir yerdə gəlmişdilər. Mən sual verdim ki, bəs niyə danışmırsan? Gördüm qız ağlayır, sonra da anası ağlayır. Deyirəm, niyə ağlayırsınız da? Yəni, deyir, mən danışmaqdan çəkinirəm. İllüziyadır. Deyirəm, danışanda nə olur? Mənlə danışırsan da Azərbaycanca. Kurqda danışanda nə olacaq?